məlumat verdiyimiz kimi Biləsuvar rayonunun Zəhmətabad kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lexus markalı mini avtomobili kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərin hamısı boğularaq həyatlarını itiriblər. Hadisə zamanı həlak olanların kimliyi və qəza barədə bəzi təfərrüatlar məlum olub. Aydın olub ki, qəzada həlak olanlardan ikisi qardaşdır. Məlumata görə kanala aşan Lexus markalı mini avtomobilində sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əli qardaş Rəsulzadə olub. Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar. İlkin məlumata görə hadisə gecə saat 2 radələrində baş verib. Maşındakilərdən biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirərək kanala aşırıb maşını. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. 1 nəfər xəstəxanaya çatdırılıb. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Digər ilkin məlumata görə qəzada ölənlərdən 4'ü qonşu Bağbanlar kəndinin sakinləridir. 2 qardaş, əmi oğlu və qonşu olan gənclər qonaq dostlarını evlərinə aparırlarmış. Qəza gecə saatlarında olduğundan hadisədən gec xəbər tutulub. Maşında olanlardan Bağbanlar kənd sakini 2003-cü il təvəllüdlü Həsənli Vasif Yusif oğlu sudan çıxarılaraq xəstəxanaya çatdırılsa da orada həyatını itirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə dekabrın 7-sində saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vasif Həsənlinin idarə etdiyi Lexus markalı mini avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb. Faktla bağlı araşdırma aparılır.